Salam əziz izləyicilərimiz, möhtəşəm bir şəxsi tikili evimiz çıxıb satışa. Gördüyünüz kimi bağlı bağçalı, əsl kənd adamın evi. Evimizin qiyməti, start qiyməti 160 min. Real alacaq, gözəl bir endirim olacaq. Gördüyünüz kimi evimiz həqiqətən çox keyfiyyətli evdir. Çox keyfiyyətli materiallarla inşa olunur. Evin ətrafına fırlanmaya yeri var. Gördüğünüz gibi bağlı, çiçekli evde gördüğünüz gibi həqiqətən çox möhtəşəm bir evdir. Gördüğünüz gibi bu evimizin həyat hissəsidir. Maşın saxlayan yerdir. Gördüğünüz gibi evimiz həqiqətən çox gözəl, keyfiyyətlidir. Evimizin iki dənə həyatına girişi var. Bir maşın üçün, bir əl piyada üçün gördüğünüz gibi. Bu da evimizin həyatında olan ikinci mətbəxdir. Gördüğünüz gibi burada da generator var, gücləndirici işıq üçün. Əziz izləyicilərimiz, evimiz bir də nəzərinizə çatdırır, şəxsi tikilidir. Burada da yay üçün bir mətbəxdir. İstəsəz bir mətbəx kimi buranı istifadə edirsiniz, düzdür, remontsuzdur, amma remont eləsəz gözəl bir yerdir. Daxil olaraq evimizin içi. Evimizin belə gözəl bir balkonu var. Belə qəşəng oturursan, belə çayını qoyursan, qabağında belə baxırsan bağa. Ondan həzz alırsan, çay içirsən. İndi isə daxil olaraq evin içinlə tanış olaraq. Daxil olduq evimizin içinə. Gördüyünüz kimi, yəni çoxları elə bilər bu evimizin zalıdır, amma bu zal deyil. Bu evimizin giriş hissəsidir. Amma gözəl bir, gördüyünüz kimi çox bir dizaynla, gözəl bir dizaynla işlənmiş bir evimizdir. Bunu da bir zal kimi nəzərimizə saxlayaq. Evimizin mətbəxi ilə tanış olaraq. Gördüyünüz kimi, mətbəx çox geniş. Çok güzel. Bu bir yataq otağı. Yataq otağı sanki bir zaldır. Gördüğünüz gibi patologları ne kadar figurla işlənilib, güzel bir dizaynla işlənilib. Bu evimizin zalı deyək, otağı deyək. Gördüğünüz gibi çok geniş, möhtəşəm bir evdir. Həqiqətən möhtəşəm bir evdir. Yəni tikinti anlayışı olan insanlar yaxşı bilir ki, bu ev necə evdir. Əziz izləyicilərimiz, gördüğünüz gibi bu da üçüncü bir yataq otağıdır. Yataq otağı da gördüğünüz gibi figurlarla işlənib, çok güzel bir dizaynla işlənib. Evimiz elə bununla qutarmır, çıxırıq mansara. Əziz izləyicilərimiz, gördüğünüz gibi burada santra var, sancaq qovşaqdır. Gördüğünüz gibi ayrı-ayrılıqda. Yəni evimiz nəzərinizə çatdırır ki, evimiz əşyalı satılır. İndi müəyyən cüzi bir əşyalar götürəcəm, amma evimiz əşyalıdır. 160 min start qiyməti. Gördüğünüz kimi bu da mansar hissəsidir. Bura remont olunub, tam hazır olunub.